Testə baxırıq. Hansı cümlənin tərkibindəki say öz sualına cavab vermir? Elə də çətin sual deyil, amma biraz deməli diqqət tələb edən sualdır. A variantı. Çoxumuz hələ də Şuşaya getməmişik. Deməli, birinci işimiz bizim cümlədə sayları müəyyən eləmək və sonra onun sualını yoxlamaqdır. Burada say çoxumuz sualı Şuşaya getməmişik ki, deməli, say öz sualına cavab vermədi. Bunu saxlayırıq. B variantı. İmkansız ailələri çox da sevindirdi. Ailələri də çox sevindirdilər. Burada çox say deyil, çünki hərəkətə aiddir, sevindirmək hərəkətinə aiddir və ona görə də bu cümlənin variantı atırıq. Yəni, bu cümlədə say yoxdur, zərfdir. C variantı. Birinciliyi yenə əldən vermədilər. Birincilik sözündə lik şəkilçisi birinci sözündən isim düzəldib. Ona görə artıq bu cümlədə də say yoxdur. Say olmadığına görə C-ni atırıq. Biri gülümsəyərək mənə yaxınlaşdı. Kim mənə yaxınlaşdı? Biri. Biri say deyil. Çünki biri burada düzəltmə əvəzi kimi çıxış edir. Əvəzliklər biz bilirik ki, şərti olaraq düzəltmə olur. Çünki xüsusi olaraq əvəzlik düzəldən şəkilçi yoxdur. Yalnız neçənci sözündən başqa. Ondakı öncü şəkilçisi, sıra sayının şəkilçisi sualda da iştirak edir. Və burada mənsubiyyət şəkilçisi olsa da artıq o əvəzlik formalaşdırıb. Ona görə burada da say yoxdur deyə D-ni də atırıq. Deməli, bizim seçimimiz A və E arasında olur. A-da çoxumuz sözü sayı sualına cavab vermədi, yəni saydı, amma isim sualına cavab verdi, yəni isimləşib. Çünki sözdə mənsubiyyət şəkilçisi var. Əgər sayda mənsubiyyət, cəm, hal şəkilçisi varsa, o artıq birbaşa isimləşmiş sayılır. Şəxs şəkilçisi olanda onu sualına yoxlamaq lazımdır. Burada da mənsubiyyət şəkilçisi var, ona görə artıq bu isimləşib deyə heç vaxt sayının sualına cavab verə bilməz. E variantı. Sonuncu kitab başqa müəllifə aiddir. Burada say sonuncu sözüdür. Biz bilirik ki, 4 sıra sayı başqa nitq hissəsindən düzələ bilir. Sonuncu, əvvəlinci, axırıncı və filanıncı. Bunun üçü filanıncı əvəzlikdən düzəlir, yerdə qalan üçü isə zərfdən düzəlir. Yəni, bu 4 istisna sözdən başqa heç bir say, düzəltmə say başqa nitq hissəsindən əmələ gəlmir. Ancaq sayın özündən düzəlir. Və bu sözlərin bir özəlliyi də var ki, ümumiyyətlə sıra saylarının bir xüsusiyyəti var ki, onlar neçənci sualı ilə bərabər həm də hansı sualına da cavab verə bilir. Məsələn, sən neçənci sinifdə oxuyursan, sən hansı sinifdə oxuyursan, belə soruşa bilirik. Və yaxud onlar neçənci mərtəbədə yaşayır, hansı mərtəbədə yaşayır, belə də deyə bilirik. Ona görə sonuncu sözü burada hansı sualına cavab versə də, yəni buna neçənci kitab başqa müəllifdə idi deyə bilməyəcəyik. Hansı sualını verəcəyik? Amma hansı sualı artıq sayın sualına daxil olan suallardandır. Çünki biz bunu say bəhsində öyrənəndə istisna kimi qeyd edirik ki, sıra sayları neçənci sualı ilə bərabər hansı sualına da cavab verə bilir. Ona görə bu artıq say öz sualına cavab vermiş sayılır deyə E-ni atırıq və yeganə cavabımız qalır. Deməli, A variantı. Çünki A-dakı say olaraq sayın yox, ismi sualına cavab verir və ona görə də cavab olacaq A variantı. Burada biraz çətinlik yaradan nədir? Bəzən birincilik şəkilçili sayları say kimi qəbul edirlər. Buradan yaranır dolaşıqlıq və yaxud birisi tipli düzəltmə əvəzliklər sayılan, şərt olaraq düzəltmə sayılan əvəzlikləri say hesab edirlər. İkinci araşdırma buradan yaranır. Sonra çox az, çox bəzi qeyri-müəyyən saylar yerinə görə həm də zərf olur və bu ortaq xüsusiyyəti nəzərə almayıb, yəni hərəkətə mi yoxsa əşyama aid olduğuna fikir vermədən say kimi götürürlər, buradan yaranır və bütün bunların hamısını nəzərə almaq lazımdır. Yəni biz birinci növbədə sayı seçirik, görək harada say var. Biz görürük ki, burada 5 variantdan ancaq ikisində say var, üçündə yoxdur. Ona görə üçün bəri başdan kənarlaşdırırıq, bizə mane olmasın. İkisinin arasında işləyirik, ikisinin arasında isə deməli sonuncu hansı sualına cavab verdiyinə görə problem yaradır. Amma biz bunu bilirik ki, sıra sayıları üçün bu xarakterikdir. Ona görə bunu kənarlaşdırırıq və düzgün yeganə cavabımız A variantı olur.